Öskürə və bəlğəmə son. Oxuyuram, baxın. Yorum biraz böyükdür, məcbur ikinci telefondan oxuyuram. Baxın. Bəli, həqiqətən deyildiyi kimidir. Mən Yessamından alıram, bu qış uşağı ondan sağaltmışam. Əvvəllər öskürək tuturdu, uşağı da allergikdir. İynə dərmana düşürdük, kəsmirdi. İnqalasiya edirdik, o da nə deyim, çox əziyyət çəkirdik. Allah razı olsun Roman bəydən. İnlatını tanıtdı, aldıq, şükür effekti gördük. Bəli. Həqiqətən də bu mükəmməl bir şeydir. Biz özümüz də istifadə edirik, uşağa veririk. Uşaqlarda və böyüklərdə. Xatırladım ki, bu yalnız Yessamində var. Yessamin də Xırdalanda Mədəniyyət evi ilə üzbəüzdür. Sonra Nəsim metrosunun 4-cü çıxışından çıxırsınız. Stomatoloq klinikanın üzbəüzdür. Orada da var. Yəni bu onların məhsuludur. Allah can sağlığı versin. Füzuli Hüseynovun xanımının yeridir. Belə deyim də, bitkilər satılan yerdir Yessamin. Belə, çox gözəl məhsuldur. Alın, istifadə eləyin. Biz fayda gördüyümüz şeyləri insanlara tövsiyə edirik ki, gedib alsınlar, istifadə eləsinlər. Bax, belə gözəl insanlar. Buradan da aşağıdan sabitləyəcəm Yessamin Fitoklubu. Kim istəyir, orada əlaqə nömrələri var. Girsinlər, daxil olsunlar, nömrəni götürüb zəng eləsinlər və sifariş versinlər. Və yaxud da gedib alsınlar.